Bir çox şirkət və təşkilatların qatıldığı bu turnirdə biz də Azərsəl olaraq özümüzü sınamaq istəyirik. Həm də bilirik ki, turnirin əsas məqsədlərindən biri işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun bərpasıdır. Azərsəl olaraq biz də buna öz töhfəmizi vermək istəyirik. Mövsümdən yüksək dinamika, güclü və sağlam rəqabət və gözəl futbol anlarını gözləyirik, gözəl futbol bayramını gözləyirik. Ümidvaram ki, həm meydanda, həm meydandan kənarda bütün iştirakçılar üçün bu unudulmaz bir yarış olacaq. Sonadək mübarizə aparan, ruhdan düşməyən və hər oyunda, meydanda bütün əzmkarlığını qoyan komanda çempion olacaq. Biz də belə komandalar sırasında özümüzü görməyə hazırıq. Təbii ki, Qarabağ Futbol Klubu, Azərsəl komandası və Real Madrid. Sözsüz ki, həm Messi, həm Ronaldo öz dövrün əfsanələridir. Hər iki futbolçu futbol tarixinin ən parlaq və dahi futbolçularındandır. Amma seçim etməli olsam, mən Ronaldonu seçərdim. Bütün iştirakçılara uğurlar, zədəsiz və gözəl futbol arzu edirəm. Gəlin futbolun həzzini birlikdə çıxaraq və unutmayaq ki, meydanda rəqib olsaq da, bu turnirin bir parçası olaraq hamımız bir komandayıq. Uğurlar!